Yaxşılığı sonsuz, neməti bol olan Allahın adı. Laləzar, qadan alın. Allahın adlarını yaz bir bekar vaxtların olur da, neyinirsən ona buna mesaj yazmaq, o boş-boş videolara baxmaq. Allah Taala buyurur ki, möminlər o kəslərdir ki, büsbütün boş şeylərdən, lüzumsuz şeylərdən, lağlaqlardan üst çevirərlər. Neynə? Sən dəftər götür, ağarsan da, Allahın adlarını internetdən araşdır da. 99 ad deyil, çoxdur. Yəni ki, Əsma-i Hüsnədəki adlarla Allahımız buyurur ki, gözəl Allahımız, hər şeydən uzaq Allah buyurur ki, onu Əsma-i Hüsnədəki adlarla çağırıb dua edir. Amma düzdür, Allahın da demək olar. Sadəcə, sən bilməlisən ki, sən Allahın adlarını bilmirsən, böyük bir günahdır. Niyə bilmirsən ki, sinif yoldaşların falan, hamını zikr edirsən, hamını tanımağa çalışırsan, hamının falan yerdə falan şey var falan. Amma sənə bütün yaxşılıqları verən Allahdır hamıya. İndi ona görə də biz burada yeri düşmüşkən bir şey də deyim. Sən dedin, gəl otur ha, mən amma tez çıxdım, gəldim ha. İndi necə, sən deyəndə gəl, mən nə dedim, yəni sizdə binalar basırıqdır. Yaxşıdır, elə olur da, şəhərdir. Amma ki, şəhər elə olur. Amma elə olmasa daha yaxşı olardı. Belə biz tərəfdə biz bina azdır deyəsən, amma yəni tikirlər bizdə də. Sözüm ona gəlir ki, gəlcinlik çoxdur. Sən çox evdə oturmağa, interneti taxmağa, şey eləməyə. Mən Allah'a and olsun, kəşf demək olmaz. Çünki amma kəşf adlanır. Prosta kəşf niyə demək olmaz? Kəşf adlanır ona görə ki, yox, kəşf demək olmaz ona görə ki, biz hamı bilirdi, biri keçmişdə hamı yaxşı idi, heç kəs əsəbi deyildi, mehribansılıq idi, hamı belə keflər edib ki, kurortdadır, evində, məhləsində 1000 dənə iş görə, zəhmət çəkə-çəkə bəxtəvər idi. O nədəni idi, internet yox idi, telefon yox idi. Onu deməli, hamı bilirdi, amma ki, mən fikir verirəm, radioda da hamı tez-tez reklam edir ki, falan klinikaya, belə falan kəs uzman həkim, nə həkim. Allah'a and olsun, məndə olur, Allah şahidləri, elə belə demirəm, elə bir damcı ağrı yox, əməlli başlı müalicəyə gedəm, mən xəstələndim, o vəziyyətdə olduğum, yəni ağrı necə, başımda, yəni o deyirlər, radioda deyirlər, ya cəmaat deyir, qaçırır həkimə, o vəziyyətdə mən fikirləşirim, sabah həkimə gedim, həkim tapıb, nə edirsən Layla? Bir dənə qəşək interneti təmiz adaptırın, çıxardırsan, tokdan çıxardırsan, yəni bunu başqa paylaşımlarda demişəm əvvəldə, vacib şeydir, Layla, əsəb çox bir şeydir. Əsəb adamı o biriləri çaşdırır, ətrafı çaşdırır. Ətraf elə deyir ki, bilmirlər ki, cinlə uyumusan, bilmirlər ki, başın xarab olur. Adam axı əsəbi olanda hərə bir şey yozur da. Amma ki, adam əziyyət çəkir də, həm də ətrafı da dağılır. Yəni, nəyə lazım ki, əsəbləşmək? İndi nə sən əsəbləşməyini demirəm, hamı əsəbləşir. Sən əsəbləşə bilərsən. Çünki sizdə bütün gün internet yanır. Elə olmaz. Hətta interneti çıxartdı. Məndə məsəl adaptırdı. Taxılır toka. O tok da rozetkaya taxılır. O mən rozetkadan da çıxardıram. O fikirdən avtomatdan işığı da söndürürəm. İnan Allah'a and olsun, o dəhşətsiz deyirəm, Quran axı uzman həkim kömək edə bilməz kimi var, belə gərginlikdəndir, işıqdan, internetdən. O interneti söndürəndə püsvüsün, telefonu söndürdün yox. Telefonun kodun da, lazım gələn adamları da blok elə. Belə hamısı o liniyalarda vallahi billah aura var. O gərginlik, o aura necə çox gözəldir. Və sən naqillər nəyi bir-birinə keçirir, nəyi hara keçirir, naqillərlə nə keçirir. Nə bilim, radio necədir, antena ilə nə tutulur, indi bu kompüterlə toka taxırıq o boyda dünyanın o başını görür. Bunlar bir araşdırda, bir sənə maraqlıdır. Boş şey deyil, deyirlər qədimdə sakitçilik idi. Qədimdə internet də yox idi,
belə gərgin tokla indi. Mən avtomatdan söndürürəm. Bizdə yadımdadır, ordu vaxtı olaq işıqlar sönürdü də. Nədir, o şam yandırırdı. Əvvəllər qədimdə lap mehribançılıq olan vaxtda onlar lampalar yandırırdılar. Yəni işıq da yox idi. Vallahi o işıq keçirir gərginliyi. Məsələn, Amerikadan belə bəlkə də bura nəsə gəlir. Bəlkə səndən, yəni uzaqdan da yaxından da pis şeylər keçirir. Cəmaət də qatır ki, həkimə gedirəm, başım belə ağrıdı. Nə oldu? Ağıllı ol. Yaxşı, ged Allahın adlarını yaz. İndi olması tez yazmağa çalış. Əzbərlənmirsə, onda aç, üzündən oxu. Adı yaz. El Hakim. Celal oxu. C yazma. Elə yazmazdır. Allaha hızlı yazırlar. Əli. Hızlı.əli. Olmaz axı. Sılımı yazırlar. Sılımı elə şey olar. Salam deyirsən, salam deyirsən. Olmaz. Yaxşı, sağ ol.